İndi bizim dinimiz ki, qadına təhsili onun haqqı bilir. Qadının təhsil alması onun haqqıdır. Bundan qabaq saydığım kimi hüquqlardan biridir. Bir dəstəsi gəlib qadını təhsildən məhrum edir. Çox təəssüf olsun. Bizim öz içimizdə də İslam adına, din adına, müsəlmanların adına bir dəstə insanlar tapılıblar. Qadınları məktəblərdən məhrum ediblər. Qızları, xanımları evlərdə əyləşdirirlər. Qadını təhsildən məhrum ediblər. Bir dəstəsi də əksinə tapılıb, hicab bəhanəsi ilə qadınları təhsildən məhrum edirlər. Hər ikisi eyni işi görür. Kim İslam adına qadınları təhsildən məhrum edirsə, o da İslama qarşı qadınların haqqını tapdalayır, İslama qarşı çıxır. Kim də hicab bəhanəsi ilə qadınların haqqını tapdalayırsa, bilsin ki, o da qanunları tapdalayır, qadınların hüququnu pozur. Yaxşı, mən indi sizə bir sadə dəlil gətirim. Ağsaqqallar, möminlər, müəllimlər, ziyalılar, bizim dinimizdə təriflənən qadınlar ki var, o qadınların birini savadsız görmüsünüz. Bizim müsəlman olaraq dinimizdə Əhl-i-Beyt sevənlərin nəzərində ən üstün şəxslərdən biri xanım Fatimə-i Zəhra salamullahi aleyhadır. Xanım Fatimə-i Zəhra ən savadlı qadın olub. Bəzən Peyğəmbər Allahın salamı olsun ona və Əhl-i-Beytinə, sahabələrə, kişilərə sual verirdi. Hətta oxumuşam Həzrəti Əli əleyhissalamla bəzən əyləşirdi. Cavabını verin. Cavabları alırdı. Deyirdi, yaxşı cavablar versiniz. Amma ən üstün, ən yaxşı cavab bu deyil. Gedin Fatimə-i Zəhranın qapısına, döyün qapını. Deyin Peyğəmbər məclisdə bu sualı verdi. Cavabı ondan alın. Xanım Fatimə-i Zəhra ən savadlı qadın olub. Qızı Zeynəb salamullah ən savadlı xanım olub. Küfədə xütbə söyləyəndə səsindən tanıdılar. Bu o xanımdır ki, məsciddə bizə Quran dərsi deyirdi. Elm təhsil verirdi. Mövluduna yığışdığımız xanım Məsumə salamullah zəmanəsinin ən savadlı qadın olub. Xahiş edirəm, bax deyin, bizim dinimizdə təriflədiyimiz qadınlar var. O qadınların arasında başda xanım Fatimə-i Zəhra olmaqla, Zeynəb olmaqla, Məsumə Allahın salamı olsun üçünə olmaqla biri savadsız olub. Heç biri. Deməli, İslam dini təhsilə, elmə dəyər verin. 2. Siz araşdırın. İslam dünyasında heykəllər var. Üzr istəyirəm hamınızdan. Çox üzr istəyirəm. Azərbaycan xalqının da qədim heykəltaraşları, müsəlmanların da arasında abidələr var. O abidələrin arasında o qadınlar ki var, onlara adları yaşayıb, abidə heykəli qoyublar, şair kimi deyiblər və ilaxır Azərbaycanda Xurşud Banu Natəvan yaxud da digərlər ki saysız hesabsızdır. Onların hansı savadsız olub? Eyni halda hicabı da olub. Alimlərdən biri yaxşı araşdırma aparıb. Deyir ki, müsəlman dünyasında o qadınlar ki, onlara heykəl qoyublar, baxın, o qadın ki, onun heykəli var, o hicabdadır. Amma qeyri-müsəlman dünyasında gedin, o qadınlar ki, onlara heykəli qoyublar, onların hicabı yoxdur. Yürü istəyirəm, sinəsinə qədər açıqdır. Nəyin göstəricisidir? Təhsillə hicab bir yerdə olub. Kimdir bugün təhsili hicabdan ayıran? Gəlin bu günləri Azərbaycanda tanınmış tariximizdə olan qadınların şəklini, heykəlini, abidəsini göstərin. Amma orada hicab olmasın. Başı açıq qadın olsun, tapa bilməzsiniz. Bu özü bir sübutdur. Hətta baxın, onlar nəinki savadsız olmuşlar, öz zəmanəsinin ən savadlı insanları olublar. Azərbaycanda, Bakıda bu günləri bir heykəl var. Adını nə qoyublar? Azad qadın heykəli. SSR dövründə qoyulub. Hələ də qalır. Çox maraqlı da budur. SSR dağılandan sonra araşdırmalara görə çoxlu heykəlləri yıxıblar. Tarixi abidə kimi də saxlamayıblar. Amma Azərbaycanda o heykəllər ki yıxdılar, o heykəllər ki saxladılar, bir neçə heykəli saxlayıblar. Bir də hansı heykəl olsa yaxşıdır? Hicabını atan qadın heykəli. Bu nədən xəbər verir? Amma çox maraqlıdır. Qardaşlardan biri, bizim ruhani qardaşlardan biri yaxşı nöqtəyə toxunur. Deyir, o heykəltaraş da elə bir ayıq adam olub ha. O ki baxmısınız, əlin belə eləyib hicabını dartır, o hər iki məna verir. Bir elə bir ki, sanki əli ilə dartır, başını bağlasın. Sanki elə bir ki, belə də olar, əlinlə öz hicabını açır. Hər iki məna vermək olar ona. Amma mənim sözüm nədir, sizə demək istədiyim. O Azərbaycanda azad qadın heykəlinin özündə hər halda əlində xanımın hicabdır, ya dartır, başından açsın, ya çəkir, dartır, başını bağlasın. Hər halda o özü bir sübutdur ki, Azərbaycan tarixində qadının başı bağlı olub, sonradan onu açıblar. Düzdür yox, azad qadın heykəli budur. Amma adın qoydular azad qadın. Yox, biz qadının azadlığını heç də hicabla və hicabsızlıqla bilmirik. Cümləmə diqqət edin. Burada da dəfələrlə dediyim cümləni deyirəm. Biz heç də hicab bağlamayan qadınları təhqir eləmirik. Olmaz. Haramdır, günahdır, haqqına girməkdir. Eləsəniz üzr istəyin, halallıq alın. Amma unutmayın, hicab Azərbaycan qadınının tarixinin danılmaz bir hissəsidir. Mən bunu demək istəyirəm. Peyğəmbərin hüzuruna gəldilər qadınlar. Allahın salamı olsun ona və Əhl-i-Beytinə. Ondan istədilər ki, kişilər gəlir minbərə. Kişilər sənin minbərində əyləşir, maariflənir. Bəs biz
Peyğəmbər qadınlara, Allahın salamı olsun ona və əhl-i beytinə, ayrıca bir gün təyin elədi. Həmin gün getdi qadınlara İslam öyrətdi, maariflənmə, elmdən danışdı. Qadınlar Peyğəmbərdən təhsil almaq istəyəndə Peyğəmbər onlara yox demədi. Onlara ayrıca bir gün təyin elədi. Bu nədən xəbər verir? Hətta Peyğəmbərin qadınları, xanımları və başda qızı vəzifəsi bu idi ki, qadınların Peyğəmbərə verə bilmədiyi elmi sualları Peyğəmbərə həmin qadınlar vasitəsilə versinlər. Hicab Qur'an-ı Kərimin ayəsidir. Mən indi sizə hicabın İslamda olan əhəmiyyətin və rolunu deyəcəm. Bir neçə şübhələrə, suallara da cavab verəcəm. 1. Hicab bir mənalı Qur'an-ı Kərimin ayəsidir. Bir yox, iki ayəsində açıq-aşkar Allah Taala hicabla bağlı danışıb Nur surəsi və Əhzab. Mən bundan qabaq danışmışam deyə, çoxları bilirlər deyə daha üstündə çox qalmıram. Şübhələrə də qulaq asmayın. Orada boyun deyib, baş deyib, saç deyib, bunlar hamısı bilməyənlərindir. Kim Quranı bilirsə, Quran əhlindən, elm əhlindən soruşsun, Qur'an-ı Kərimin əmridir. Bütün İslam məzhəbləri, İslam alimləri, saxta demirəm amma bu günləri bağışlayın məni, İslamın adına çıxanlar var, üzr istəyirəm, qadını piş namaz veriblər. Baxmısınız da Londonda, London İslamına baxmısınız? Londonda güya bir məscid var, videosu var. Qadın qalıb piş namaz nə gündə qabaqda, özünə kişi deyənlər də üzr istəyirəm ifadə verir, onun arxasında səcdəyə gedirlər, cəmiyyət namazı qılırlar. Piş namaz kim olub? Qadın. Bugün belə İslamı danışan var. Mən həqiqi, həm əhli sünnə qardaşlarımız, həm şiələr, İslamın həqiqi o məzhəbləri ki var, İslam adını daşıyırlar, onların məzhəbləri arasında, alimlər arasında hicabın vacib olması haqqında heç bir şək şübhə yoxdur. Vacib hissəsi hamısı qəbul edir, bədən örtülməlidir, üz və əllər biləyindən çıxmaq şərti ilə. Bəzi məzhəblər niqab, çarşab, müxtəlif adlarla belə tutmaq, yaşmaq, Azərbaycan bir söz tarixində olub. Bunlar da var. Biz də görmüşük nələrimizdə. Amma bu günlərdə İslamın vacib bildiyi budur. Bədən örtülməlidir, üzü və əlləri biləyindən çıxmaq şərti ilə. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə. Əhl-i beyt imamlarımız Allahın salamı olsun onlara. Hamısı bizə hicabla bağlı göstəriş veriblər. Bunda şək şübhə yoxdur. Yaxşı. İndi hicabın bəs fəlsəfəsi nədir? Bəziləri ki, bu hicab qadına məhdudiyyət yaradır. Onu neyir? Məhdudiyyətə salır. Allah rəhmət eləsin. Şəhid Mütərri ağanın gözəl bir fikri var. Şəhid, ruhu şad olsun, çox böyük alim mütəfəkkir idi. Hicab xanımın həbsi deyil, qalasıdır. Qaladır. Qalanı tikəndə cəmaata həbs edirsən şəhərin qalanın ortasında. Xeyr, qala qoruyur. Xanımlar naməhrəm və yad kişilərin xəyanətindən, baxışlarından hicabın qalasına sığınırlar. Allah rəhmət eləsin. Möhsin Qiraat ağanın gözəl bir sözü var. Deyir ki, qızıl və gümüşü biz hara gəldi atırıq, yoxsa onu yaxşı yerdə bağlayırıq, seyfdə, səliqəli, qoruyuruq da, düzdür? İndi qadın, bizim qadının dəyəri qızıldan da üstündür. Qadını əgər biz istəyiriksə yaxşı örpəyə bürünsün, vacib hətta qadının özünü bürünməsi, təsəvvür edin ki, həmin o naməhrəm pis gözlərdən qorunmasıdır. Necə qızılı qoruyuruq, onu da belənsinə qorumaq istəyirik və Allah Taalaya bu nemətə görə şükür edək ki, Allah Taala qadınları belə qorumaq üçün bizə tapşırıb. Yaxşı. Ancaq İslam bunu deyir. Məndə bu da vaxt yoxdur oxuyam. Tövratda, İncildə, hətta indi baxmayaraq ki, Tövrat və İncildə müəyyən dəyişikliklər var. İndi də onlarda hicabla bağlı Tövratda və İncildə ayələr mövcuddur. Xristian keşişlərin, rahibə qadınların geyimi kilsədə göz qabağındadır, görmüsünüz. Yəhudilər ki, daha hicabda qadınla bağlı çox sərt qanunları var. İndi qadınların hicabına görə narahat olanlara bir sual veririk. Tez-tez hicabı qadına məhdudiyyət deyə, qadına narahatçılıq deyə, azadlığını aradan aparır deyə deyənlərə bir sual veririk. Xüsusən Azərbaycanda onlar ki, uşaqları məktəbə qoymurlar, hicab bağlayan qadınlara müxtəlif sözlərlə hicabına ləkə yaxmaq istəyirlər, onlara bir sual veririk. Qadınların ancaq hicab problemi var. Siz nə üçün ancaq hicabdan danışırsınız? Biz o zaman sizə inanarıq, sizin insaflı və vicdanlı olduğunuza inanarıq ki, siz qadınların bütün problemlərindən danışasınız. Sual veririk. Hər il sayı artmaqda olan əxlaqsızlığa qurşanan qadınlardan, xanımlardan niyə danışmırsınız? Bilirsiniz, dünyada üzr istəmək saqqalları məni bağışlasın. Neftdən sonra ikinci ən çox biznes qadın biznesidir. Ay qadınların hüquqlarından danışanlar. Üzr istəyirəm. Alimlərdən biri araşdırma aparıb buyurur ki, bəzən bir ölkədən o bir ölkəyə necə mal vurmurlar. Deyir, oradan bir ton pambıq vur, bir ton meyvə tərəvəz vur. Bəzi ölkələrdən bəzi ölkələrə
qadını belə cins kimi vurub satırlar. Bəli, insan alveri bu günlər dünyada ən böyük biznes sahəsidir və bu insan alverinin içərisində ən çox da pul qadınlarlandır. Siz hicabdan bu qədər danışırsınız, amma nə üçün hər il əxlaqsızlığa qurşanan, zorla məcbur edilən, bazarda qul kimi satılan qadınlardan niyə danışmırsınız? Üzr istəyirəm, ərə getmədən az yaşlı qızların, üzr istəyirəm ağsaqqallardan dönə-dönə məcburam deyəm, ərə getmədən az yaşlı qızların Azərbaycanda gündən-günə statistikada artan abortlarından niyə danışmırsınız? Gündən-günə artan cinsi xəstəliklər ki var, qabağın buraxmısınız, haram, halal, qeyrət, namus bilinmir, cinsi əlaqədən bəzi xəstəliklərə tuturlar, onlardan niyə danışmırsınız? Gündən-günə dağılan ailələrdən, boşanan ailələrdən niyə danışmırsınız? Gündə kişinin qadına, qadının kişiyə olan xəyanəti artır, onlardan niyə danışmırsınız? Uşaq pulu ala bilməyən, uşağı tək böyəldən, bazarda işləyib evə qaçan qadından niyə danışmırsınız? Gündən-günə narkomaniyaya qurşanan qadınlar, əvvəl kişilər dedi filan kəs, üzr istəyirəm. Kişidir nə əşə çəkir, üzr istəyirəm ifadəm öyrə. Kişidir də hərdən bir dırnaq arası kef edir. İndi qadınlar, narkoman qadınların sayı artıb. Bunlardan niyə danışmırsınız? Evdən qaçan, yeniyetmə qızlardan xəbərim var, məlumatım var, Azərbaycanda da var. Qız evdən qaçır, atanasından qaçır. Başqa yerdə yaşayır, onlardan niyə danışmırsınız? Qozalar evinə atılan, gündən-günə o qoza ağsaqqal, ağbirçəklərdən niyə danışmırsınız? İnsan alverinə çevrilən, Türkiyəyə gedən, abırımızı aparan, həyamızı aradan aparan qadınlardan niyə danışmırsınız? Bazarlarda, soyuqlarda can verib, alver eləməyə məcbur qalan qadınlardan, süpürgəçilik eləyən qadınlardan niyə danışmırsınız? Təhsil ala bilməyib, savadsız qalan qadınlardan, 2 alan, Təhsil Nazirinin öz etirafına əsasən, hətta müəllimələrdən belə niyə danışmırsınız? Təhsil alıb əlində diplomu qalan, özünə iş tapa bilməyən qadınlardan niyə danışmırsınız? Pensiya yaşını Azərbaycanda qaldırmaqla qoca yaşında qadınlardan məcburi əmək iş çəkməkdən niyə danışmırsınız? Qadınlara yaraşmayan işləri tapşırmaqdan niyə danışmırsınız? Azərbaycanda mətbuatda yayılan, özüm oxumuşam, məndə şəkli də var, saxlamışam. Azərbaycanda sən demə, Bakıda qul bazarı varmış, amma qadınlarla bağlı. Bakıda adı belədir, vurun mətbuatda, Bakıdakı qadın qul bazarından reportaj. Harada qaldı sizin qadın hüquqlarınız, 8 Martdan danışmağınız? Bu hal qadınların həm əmlak halına, həm onların qul kimi istifadə olunmasına ziddir. Bu sualları biz verməkdən məqsədimiz kiməsə düşmənçilik eləmək deyil. Qadınların hicabından danışanda bunlardan da danışın. Bəlkə belə deyil. Fələstində, yəni doğrudan da qadın, qız uşağı üçün narahat olanlara sual veririk. Fərq qoyursuz qız uşaqları körpələr arasında. Fələstində öldürülən o körpə uşaqlar ki var, onlardan niyə danışmırsınız? Yaxşı. Mən indi burada bir neçə suala cavab verim, söhbətimi yekunlaşdırım. Baxın, deməli bir, savadla, təhsillə hicabın heç bir ziddiyyəti yoxdur. Dəlil, Azərbaycanda hər il universitetə sənəd verən abituriyentlərin arasında ən çox bal yığan hicablı qadınlar var. Şəkillərini də görmüsünüz. Azərbaycanda, sizə maraqlı bir fakt verim, özüm qulaq asmışam, sosial şəbəkədə onu dinləmişəm. Biz fəxr edirik belə xanımlarla. Ən çətin dillərdən biri, mən üzr istəyirəm, özümü reklam üçün demirəm, 4-5 dil bilirəm özüm. Danışmağı yox ha. Yəni, qrammatikasını öyrənmişəm. Ən çətin dillərdən biri Çin dilidir. Azərbaycanda Çin dilini bilən 5 nəfər mütəxəssis var, biri hicablı qadındır. Utanmırsınız? Azərbaycanda çox sahələrdə həkim, doktor, mühəndis, hansı sahədə istəyən hicablı xanımlarımız var, bizim fəxrimizdir. Hicab geyməyənlər də bizim Azərbaycan xalqının fəxridir. Nə demək istəyirəm? Hicab təhsilə bəhanə, maneə deyil. 2. Yaxşı, sual verirəm. Azərbaycanda qeyrətli oğlanlar ki var, torpağı üçün, namusu üçün getdilər azadlığı. Nə qədər şəhid anaları mən tanıyıram, başı bağlı və hicablıdır. Şəhid bacıları, şəhid həyat yoldaşları, buradan mən onları salamlayıram. Şəhidlərimizin ruhunu yad edirəm. Onların qabağında baş əyri, zəhmət çəkiblər. Həm 1-ci Qarabağ savaşında, həm 2-ci Qarabağ savaşında. Onlar hicablı deyil, hicaba dil uzadanlar, hicabı təhqir eləyənlər. Metroda qara çarşablı qız problem yaratdı. Bax, mətbuat nə verir? Bakıda dükana başı bağlı qızlar oğurluq elədi. Bax, hala, görün nə? Yalanca belə xəbərlər verməklə hicabı ləkələyirlər. Utanmırsınız, Allahdan qorxmursunuz. Bu şəhid anasından
xəcalət çəkmirsiniz? 3. Deyirlər ki, hicabı zorla geyindirmək olmaz. Əksər valideynlər zorla geyindirmir. Uşağı başa salır, uşaq özü bunu öz könlüyündən seçir. Uşağı zorla məktəbə göndərmirik. Bəzən yeməyi uşağa zorla yedizdirmirik. Bəzən uşaq elə səhvlər edir, onu zorla qabağını almırıq. Bu nə sözdür? Valideynin uşağı tərbiyəsində hüquqları var, haqqı var. Halloween bayramı zorla cəmaata eləmək olar. Cadugərlik, vampirlik, vəhşilik göstərirsiniz, baxmısınız da, məktəblərdə, bağçalarda yavaş keçirirsiniz. Bəs onu niyə zorla keçirirsiniz uşaqlara? Əgər məktəblərdə məktəbli geyim bəhanədirsə hicab taxmağa, başqa ölkələrdə hicab taxıb məktəbli geyimin geyinib məktəbə gedənlər var. Onu kimi siz niyə Azərbaycanda bu qanunu yarada bilmirsiniz? Hicaba qadağa qoymaq bəhanəsini edirsiniz. Həm geyim olsun, məktəbli forma, həm hicab olsun. Əgər doğrudan da məktəbli geyim bəhanədirsə, bəs Azərbaycanda pasportla niyə xanımlara başı bağlı şəkil çəkməyə qoymursunuz? Əgər təhsil hicaba maneədirsə, Azərbaycandan başqa ölkələrdə, Türkiyə, İran, hətta qeyri-müsəlman ölkələri, Rusiya və digər Avropa ölkələrində pasportla həm hicab şəklində çəkilmək olur, həm də məktəbə gedirlər. Təhsilləri də bizdən üstündür. Sual verirəm, bəs nə oldu? Təhsilə maneə idi. Həmin söydüyünüz, təhqir etdiyiniz molla rejimi dediniz İranda, bilirsiniz ki, dünyada birinci yerdədir müsəlman ölkələrin yaxın şərq arasındakı qadınların təhsili birincidir. Ən çox qadınlar, orada qadın təhsil alanların sayı kişilərdən çoxdur. Bunu bilirsiniz. Hərbiçidən tutmuş, yanğın söndürənə qədər, doktor həkimə qədər. Niyə yalanla bəhanə gətirirsiniz? Azərbaycanda yəhudi məktəblərində başa yəhudinin kipasını qoymaq olar, yəhudi təhsil almaq olar, yəhudi surudları, mahnıları oxumaq olar. Amma Azərbaycanda nə üçün bizim müsəlman bacı qardaşlarımız, əhli sünnə, şiə fərq etməz hamısı hicabla məktəbə gedə bilməsin? Yoxsa Təhsil Nazirinin qanununda yazılıb, məktəbli forması hicab ancaq müsəlmanlı, Azərbaycanlı uşaqlara şamildir, yəhudi uşaqlara şamil deyil. Əgər varsa qanunda deyin ki, yəhudilərə olar, müsəlmanlara olmasa, qoy biz də bilək. Belə deyil axı. Qanun bir dənə qanundur. Nə üçün bəs başqa iş yerlərində də hətta məktəbdən də əlavə hicablı xanımları tez-tez işdən çıxarırlar, namaz qılanlara təzyiq edirlər. Biz bunları görmürük. Üzr istəyirəm ağsaqqallardan. Məktəblərdə videoları var. Polis çağırılıb, polis də o da görür. Məktəblərdə uşaqların gündən-günə şampan partladıb içməsi, üzr istəyirəm patı, məktəb hara, patı hara? Sual veririk sizə. Bəs bunlar nədir? Videolar var. Məktəbin həyətindən narkomanlar üzr istəyirəm əllərində şpris ilə, uşaqlar da baxırlar, onlar telefonla çəkirlər. Və bunları görmürsünüz. Gündən-günə Azərbaycanda təhsilin səviyyəsinin aşağı enməsi, müəllimlərin və şagirdlərin də özünün qənaətbəxş olmaması sizi narahat eləmir. Hələ utanmırlar, üzr istəyirəm. Hamısını demirəm, bəziləri var sosial şəbəkədə hicablı qadınlara ninja adı qoyurlar. Hicablılar istəmir Azərbaycanda yaşamasın, getsin, harda yaşasın. O sözü deyən bilməyənlərlə işim yoxdur. Amma bilib bilə-bilə hicablı xanımlar təhqir eləyənlərə biz də deyə bilərik. Siz də istəmirsiniz, gedin Epestin adasında yaşayın. O qədər hicablılar var ki, 1000 hoqqadan çıxırlar. Eşitmişsiniz də? O qədər başın bağlayanlar var, üzr istəyirəm, hicabın altında 1000 hoqqadan çıxırlar. Üzr istəyirəm ifadəmə görə. Yaxşı, onda hər hicab bağlayan əgər hoqqabazdırsa, onda sizə sual veririk. Nə qədər həkim paltarından sui-istifadə edənlər var, molla libasından sui-istifadə edənlər var və başqa peşələrdən var. Onda biz o sözü onlar haqqında deyə bilərik. Nə bilirsiniz, düşmən onu örgədməyib, bizim aramıza girməyib, hicabı gözdən salmaqdan ötürü bunu eləmir. Hardan bilirsiniz? Son. O qədər hoqqabazlar var ki, hicab geyinib bu işləri görürlər. Bunu belə demək olmaz. Atla Burcedin eşitmişsiniz, qoy deyim. Gəldilər, ağa, bir molla tutmuşu, əmmaməli oğurluq edirdi. Əmmama ilə, əba-qaba ilə. Ağa de ola bilməz. Ağa, özümüz tutmuşuq, şahidlərimiz var. Molla, əba, qaba, əmmama oğurluq edirdi. Ağa nədir? Xeyr, ola bilməz. O əvvəlcə sizin evinizə oğurluğa gəlməmiş, gəlib bizim aramıza girib, əmmamanı oğurlayıb, əba, qabanı oğurlayıb, sonra gəlib sizin evinizə. Ola bilməz belə olsun. Allah ruhunu şad eləsin. Nə qədər belə insanlar var. Buradan hicablı xanımlara da xitab edirəm. Onlara deyirəm, hicablı xanımlar, bilin. Hicabınızı qorumaqla, hicab geyinməklə Allahı razı salırsınız. Peyğəmbəri, əhl-i beyti, Allahın salamı olsun, onları razı salırsınız. Hətta isti yay qızmar günlərində o hicab geyinəndə ki, tərləyirsiniz, onunla bağlı hədislər var ki, onun mükafatını Allah sizə verəcək. Bunu biləsiniz. İndi Fatimə-i Zəhra salamullah əleyhə kimi dünya xanımlarının, axirət xanımlarının ən üstününü razı salarsınız. Bunu biləsiniz. İnşallah Allah Teala hicabını qoruyanı cəhənnəmdə yandırmaz. İmam Zaman əleyhissalam hicab bağlayan qadınlara diqqət eləyir, dua eləyir. Bundan qabaq bunun haqqında sizə danışmışam.
Mən bir hadisəndə danışım, söhbətimi yekunlaşdırdım. Bir olmuş hadisə var. Bəzən hicab, qulaq asın, bəzən hicab nəinki insanın Allah yanında vəzifəsini yerinə yetirməyə səbəb olur, onu hətta bəladan qoruyur. Mən sizə bir hadisə danışım. 1955-ci ildə, bunun sənədi var, faktı var. Çox maraqlı hadisədir. 1955-ci ildə 13 yaşlı Suriyalı Hala Atikin adında bir xanım ata-anası ilə bir yerdə Suriyadan köçürlər hacı Amerikaya. Amerikaya daxil olanda aeroportda New York hava limanında ata-anasını saxlayırlar. Anasına deyirlər hicabı aç, şəklini çəkməliyik. Ana açır. Digər bacılara deyirlər hicabınızı açın, bacılara da hicabı açır. 13 yaşlı amma Hala xanıma çatanda o deyir mən başımı açmaram. Qulaq asın. Niyə? Deyir ki, Allah mənə əmr eləyib, vacibdir. Mən bunu aça bilmərəm. Deyirlər səni buradan Suriyaya qaytaracaq geriyə. Amerikada illərlə atan zəhmət çəkib oturum alıb, viza alıb. Sənə görə atan-anan da geriyə qayıdacaq. 13 yaşlı qız dirənir, müqavimət göstərir, başın açmır, deyir ki, əgər Suriyaya qayıdacağamsa, mən yenə də qəbul eləmirəm, başımı açmayacağam. Sonda aeroportda bir insafa gəlirlər. Deyirlər ki, daha anasının hicabı açıldı, bacısının bunu hicabla çəkər. Tarixə bu qız Amerikaya girən ilk hicabla şəkil çəkdirən qadın kimi düşür. Baxın, bu Amerika tarixində ilk hicablı qadın olur. Suriyalı xanım, sən halaldır ona. Məsələ bitdi, ardına qulaq asın. Görün Allah Taala nə edir, qardaşlarım, məni eşidən bacılarım. Ailənin burada saxlayanda aeroport işçiləri gəlirlər, söhbət uzanır, təyyarə qalxır. Bunların bileti yanır. Bunlar gözləməli olurlar ki, neynəsinlər? Təzədən ikinci bilet alsınlar. Çünki onlar New York şəhərindən Kaliforniyaya uçmalı idilər. Amma Halanın öz hicabına görə dirənişi səbəb olur ki, təyyarə onlarsız uçsun. Bu ailə geriyə qalır. Bir neçə dəqiqədən sonra təcili xəbər gəldi ki, göyərtəsində 295 sərnişin olan və Hala ailəsinin də uçmalı olduğu təyyarə qəzaya uğrayıb. Olmuş hadisə sənədlə. Bir möminə xanım, bir hicablı qız uşağı hicabını belə qoruyar. Allah da onu bəyənər, ata-anasını da neyər? Bəlalardan xilas eləyər. Allahın övrü Peyğəmbərim onu pak əhlib etmə. Allahın övrü Kərbala şəhidlərinə Allah Taala bizləri hicabın qədrini bilənlərdən qərar versin. Pərverdigara hicablı xanımlarımızı hifz elə. Hicab geyinməyən qadınlarımızı da hifz elə. Xanımlarımızı iffətli, ismətli, həyalı elə. Kişilərimizi qeyrətli, şücaətli, səxavətli elə. Pərverdigara bizi bağışlamamış bu dünyadan aparma. Hicab geyinən dünyasını dəyişən xanımlara rəhmət elə. Bu gün də hicabını qoruyan səngərdə duran xanımları hifz elə. Düşmənə qalib elə.